Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bu gün sizinlə dövlət qulluğu imtahanına düşmüş maraqlı bir sualın izahına baxacağıq. Bu sual həm də digər imtahanlarda da istifadə oluna bilər. Onun üçün bunun izahına diqqətlə baxırıq. Baxıram 11-ci sualıma. Deyir, belə bir ədəd verilibdir. Bu ədədi 3-ə qalıqsız bölünürsə, A plus D plus Y cəmini uyğun olan ədədlərin kodlarını tapın. Biz onsuz da orta məktəbdən bilirik ki, bir ədəd 3-ə qalıqsız bölünürsə, deməli onun rəqəmlərinin cəmi 3-ə tam bölünməlidir. O zaman biz buradan 6 ilə 8 toplasaq 14 eləyər. Biz 14-ün üstünə elə bir ədəd gəlməliyik ki, aldığımız ədəd 3-ə tam bölünsün. Gəlin baxaq görək, A, D, Y-nin cəminə biz 9 yazsaq. 14 plus 9 eləyir 23. Bu 3-ə tam bölünmür. 19 yazsaq. 14, 19 eləyir 33. Bu 3-ə tam bölünür. Deməli, bizim cavabımız 19 şərtini ödədi. 15 qoyanda 29 eləyir, bu da ödəmədi. 8 qoysaq 22 eləyir, bu da ödəmədi. 17 qoysaq 31 eləyir, ödəmədi. 4 qoysaq 14-dən 4 toplayaram 18, bu 3-ə tam bölünür. Daha sonra 21 qoysam 14-dən 21 35 eləyir, bu 3-ə tam bölünmür. 16 qoysam 14-dən 16 30 eləyir, bu 3-ə tam bölünür. Və 9 qoysam 14-dən 9 23 qoysaq 14-dən 23 eləyir 37. Bu da 3-ə tam bölünmür. 3-ə tam bölünən ədədlərin kodları oldu 2, 6 və 8. Cavabımız oldu C variantı. Bu sualı həll etdikdən sonra 12-ci sualı həll edib doğru cavabı videonun rəy bölməsinə qeyd edə bilərsiniz. Əgər sizə bu tip videoların gəlməni istərsinizsə, videonu bəyənməyi, dostlarınızla paylaşmağı, kanala abunə olmağı unutmursunuz. Sağ olun, növbəti videolarda görüşənədək.